Bizdə bu öz adımızdan sizə biraz daha elmi hissədən biraz danışmaq istəyirik ki, ümumiyyətlə kistoz sirroz xəstəliyi nədir? Bəli. Xəstəlik haqqında, bəzi dərmanların istifadə qaydası haqqında, Səbət xanım da dediyi kimi, bəzən kriyonlu əzik vermələr olurdu, səhv eləmirəmsə, siz idiniz. Ağzının içinə töküb ağzını yarayan olurdu. Eləcə də inqalyasiyaların hansı ardıcıllıqla edilməsi gərəkdiyi, bu ardıcıllıqların niyə önəmli olduğu haqqında biraz qısaca da olsa bir məlumatlandırmaq istəyəcəyik sizə. Sənbər doktor. Mən də xoş oldu, hamını burada belə bu şəkildə birləşib görmək. Səadət xanım da sağ olsun ki, belə hər kəsi bir araya yığır, bizlə görüşməyimizdə, yəni poliklinika şəraitində o yoğunluqda belə rahat bəlkə bəzi suallarınızı verməyə bilərsiniz, ola bilərsiniz, amma çəkinmədən sizi nələr narahat edirsə, nə haqqında suallarınız varsa, onun üçün buradayı birləşmişdə açın. Süfrəsi açmışıq. Hər bir uşağın həyatında olan bir şeylərdir, ya da çox yorğun olur, ya ekran məruziyatı olmuş olabilir, ona bağlı belə davamlı deyilsə, 1-2 gün, 1 həftə, bu çox önəmli deyil sadəcə. Rejiminə diqqət edin, 2-3 saat öncəsində tamam sakitləşdirin, telefon, planşetinizi istifadə edirsə qoyun, o şəkildə yatırsın. bizdə olur. Amma bizdə bəlğəm kimi problemlər görülmür də. Mən çalışıram ki, o bəlğəm çıxarsın, amma bəlğəmi yoxdur. Mən bir qulaq asır həkimdir bizdə ki, ümumi vəziyyət necədir? Normaldır da. Prosta hər yerdən eşidirəm ki, mütləq bəlğəm çıxartmalıdır. Mən düşünürəm ki, orada nəsə daşlaşa bilər, qala bilər, bu kimi durumlar yaşana bilər də. Sizcə bu normaldır, onun bəlğəmin olmaması? Üzü xəstələnir, soyuq olanda normal uşaqlar necə öskürməyə başlayır, diri olur, bu kimi hallar yaşanır. Sonra mən inqalyasiyanı artırıram, sırazı juju bəlğəmi keçib gelir. Olur ki, məsələn, 1-2 dəfə bəlğəm qusur, ifsör keçib gelir. Siz neçə yaxın diaqnoz almışdınız? Doğulan kimi. O zaman tədavidə daha erkən başlayır. Bu, yəni, demək ki, müalicəsi doğru getdiyi ilə əlaqəli ola bilər. Çünki pulmonizmin zaten məqsədi odur ki, heç bir akciğer simptomu olmasa bile artıq 4 yaşdan etibarən biz bütün onları təyin edirik. Akciğer bezdə, yəni bu zaten məqsədi odur ki, bəlğəmi vaxtında parçalayıb, vaxtında bir parçalayıb. Yəni qatılmışmış bir şəkildə yoxdursa, onun şəkildə olmalıdır. Amma heç bir öskürək olmasa belə, siz o pulmonizmə davam edəcəksiniz, bir bilgi olmasın. Hər gün, gündə bir dəfə şeydir. Məsələn, bizdə pediatr deyir ki, səhər axşam Ventəlinlə eləməlisiniz, sonra 3% natriklora eləməlisiniz. Onlar hamısını anlatacağım. Məsələn, mən onları etmirəm. Məsələn, çünki öskürmür uşağın heç bir şikayəti yoxdur. Gündə bir dəfə pulmonizm edirəm, Ventelin, sonra pulmonizm. Bu ilə də bizim inqalyasiya məsələmiz bitir. Onlarla ətraflı, işte bu nə xoş gördük. Yəni, bugün doktor Sənbər doktorla bərabər biraz bildiğiniz gibi elmi hissədən danışacaq ki, öncəliklə kistoz sirroz nədir, yılmışlarda skrining proqramları nədir, klinikası necə olur, müalicə yeniliklərdən bəhsləyək. Kistoz sirroz artıq hamımızın bildiyi kimi genetik xəstəlikdir, antisomal resessiv keçən bir xəstəlikdir. Yəni, bu nə deməkdir? Valideynlərin ikisinin də daşıyıcı olduğu halda ortaya çıxır xəstəlik. Əgər ki, deyək ki, sağlam genlər birləşirsə anadan, atadan, uşaq tamamən sağlam və daşıyıcı olmurlar. Əgər ikisinin də xəstə geni birləşir və uşaq elə doğulursa, uşaq kistoz sirroz xəstəsi doğulur. Əgər birindən sağlam gen, birindən xəstə geni alırsa, uşaqlar daşıyıcı olurlar, ancaq təsirlənməmiş, yəni xəstəlik olmayan uşaqlar olaraq dünyaya gəlirlər. 46 xromosomumuz var və kistoz sirrozun mutasiyası 7-ci xromosomda yerləşən kistoz sirroz transmembran regulator geninin mutasiyası nəticəsində olur. Yəni, bu nədir ümumiyyətlə bu gen? Bu CFTR geni bizim bütün hüceyrələrimizin üstündə birisi epitela var. Bu epitelin üzərində bir xlor kanalı var. Bu xlor kanalının vəzifəsini daşıyır. Və bu proteində bir problem olduğu zaman natri, kaldi, xlor dediyimiz kanalların funksiyası pozulur. Hücrənin xaricinə doğru xlor çıxır və su ilə də natri hücrənin daxilinə girdiyi üçün daha çox o selik qatılaşır və yapışqan olur. Ümumiyyətlə, bu kistoz sirrozda istər ağciyərlə bağlı problem olsun, istər mədə-altı vəzlə bağlı problem olsun, buradakı əsas problemin kökü seliyin qatılaşmasıdır.
Ümumiyyətlə skrining testi artıq bir neçə müddətdir ki, dövlət xəstəxanalarında bütün doğulan uşaqlara davam testi edilir. Hətta bəzən valideynlər soruşur ki, uşağımı elətdirirmi, ağrılı işləmdir və s. amma mütləq şəkildə elətdirmək lazımdır. Bu əslində dünyada çoxdandan olan bir testdir, Azərbaycanda yeni icra olunur. Məqsəd nədir davam testində? Vaxtında diaqnozu qoyula bilən və diaqnozu vaxtında qoyulanda həyat keyfiyyətini artıra bilən xəstəlikləri tanımaqdır. Bunlardan elə biri kistofibrozdur. Azərbaycanda kifayət qədər qohum evliliyi çoxdur. Diaqnoz alan xəstə sayısı, əslində diaqnoz alması gerəkən xəstə sayısı normal populasiya görə daha azdır. Çünki normalda 3000 uşaqda birində kistofibriz olursa, amma sizin sayınız görürsünüz, yəni 80-i keçməkdir hələ. Və vaxtında dediyimiz kimi diaqnozu qoyduğumuz zamanda xəstəliklərin ağırlaşmanın da qarşısını alınanda nə olur? Uşağın həyat keyfiyyəti artır, cəmiyyətdə özünə mövqe sahibi tuta bilir. Bu skrining testində biz İRT dediyimiz immunoreaktiv tripsinogenə baxırıq. Skrining testini 2 dəfə edilə bilir. Ya doğulan kimi 3-cü gündə, ya da doğulanda 2-ci həftədə. Bəzən yenə bir ailələrdən sual gəlmişdi ki, mənim övladım olub 6 aylıqdır, o birisi uşağım kistofibrozdur, ona topuq testi eləyəkmi? Yox, əslində artıq 6-cı həftədən sonra bu davam testində İRT baxmağın bir anlamı yoxdur. Əgər şübhə varsa, tər testi olunmalıdır. Nəyə görə? Çünki kistofibriz olsa belə artıq 6 həftədən sonra yəni yanlış neqativ nəticə çıxa bilir. Eləcə də yanlış neqativ nəticə çıxa bilir mekonium ileusdan doğulan xəstələrdə. Bəzən o bağırsaq yapışqanlığı